Müəllimin başını lazımsız kağız oyunlarından o qədər qatırlar ki, yəni o bürokratik prosedurlar ki var, biz deyirik ki, hər şeyi virtual sistemə keçirmişik, hər şeyi onlayn sistemə keçirmişik, qiymətləndirməni belə, elektron qiymətləndirmə eləmişik. Amma yenə də müəllimin İşi, peşəsi yalnız lazımsız jurnalları doldurmaqla məşğuldur. Gündə bir portal açırlar. Hər gün şagirdlərin qiymətləndirilməsi, jurnalın işlənməsi, şagird müəllim kontaktı, müəllim valideyn kontaktı, şagird müəllim valideyn üçlüyü, direktor valideyn kontaktı. Hər gün bir portal açılır. Nəticə etibarilə ortada nə var? Müəllimin başını qatan kağız-küğuzdan və müəllimi məşğul eləyən gərəksiz bürokratik prosedurlardan başqa ortalıqda heç nə yoxdur. Müəllim şagirdinə vaxt ayıra bilmir. Biz nəzərə alaq ki, dövrün uşaqlarını ram eləmək də çox çətindir. Biz valideyn olaraq öz övladımızı ram eləyə bilmirik və bunu müəllimdən tələb eləyirik. Müəllimin əlindən bütün ixtiyarları almışıq. Təlim ixtiyarını alıb, tərbiyə ixtiyarını alıb, müəllimin əlində yalnız təhsil ixtiyarı qalıb, ona da imkan vermirik.